Oktyabrın 25-ci şənbə gecəsi 25 yaşlı Montenegro vətəndaşı Podgoretso şəhərinin Zabielo rayonunda hücuma məruz qalaraq bıçaqlanıb. Yenavaz.com BBC-nin Serbiya xidmətinə istinadla xəbər verir ki, Baş prokurorluğun əmri ilə polis 31 yaşlı Azərbaycan vətəndaşı və 54 yaşlı Türkiyə vətəndaşını həbs edib. Reydlər zamanı polis əlavə olaraq 45 yaşlı Türkiyə vətəndaşını saxlayıb. Polis aparılan araşdırmalardan sonra onların deportasiya ediləcəyini açıqlayıb. Hücumun motivləri haqqında məlumat verilməyib. Bazar günü onlarla Podgoretso sakini etiraz aksiyası keçirib. Aksiya zamanı etirazçılar Türkiyə vətəndaşlarını hədəf alan şüarlar səsləndiriblər. Podgoretso Ali Dövlət Prokurorluğu türkləri öldürün şüarı ilə bağlı iş açıb. Hadisə zamanı Türkiyə vətəndaşlarına məxsus 2 avtomobilə və bir restorana ziyan dəyib. İş hər hansı əməlin milli, irqi və ya dinə davətin qızışdırılması kimi cinayət tərkibinin olub-olmamasını qiymətləndirmək üçün açılıb. Montenegro prezidenti Yakov Milatović hücumu pisləyib və bütün vətəndaşları sakit və təmkinli olmağa çağırıb. Sitat: Polis və prokurorlar bütün təhdid formaları ilə qəti şəkildə mübarizə aparmağa borcludurlar. Montenegronun daha məsuliyyətli miqrasiya siyasətinə ehtiyacı var. Sui-istifadə və cinayətə qarşı möhkəm, qanunlarımıza hörmət edən hər kəs üçün ədalətli. Statın sonu. Həm iqtidarda, həm də müxalifətdə olan siyasi partiyalarda hücum və hadisələri pisləyib, vətəndaşları təmkinli olmağa çağırıblar. Digər tərəfdən Montenegro hökuməti Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırmaq qərarına gəlib. Bu barədə Montenegro baş naziri Milayko Spayić məlumat verib. Hazırda Türkiyə vətəndaşları Montenegroda 180 gün müddətində vizasız qala bilirlər. Qafqaz İnfonun məlumatına görə Montenegroda saxlanılan Azərbaycan vətəndaşı 31 yaşlı Yaqub Qurbanovdur. Həmin şəxsin iş yoldaşı Nəcəf Nəcəfli bildirib ki, hadisə oktyabrın 26-sı yaşadıkları binanın daşlanmasından sonra baş verib. Stat: Biz burada tikinti işində çalışırıq və həm də yataqxanada yaşayırıq. Yerli sakinlər yaşadığımız binanı daşlamağa başladılar. Biz də polisə müraciət etdik. Polis də gəlib yataqxanada qalan 45 nəfər Azərbaycanlını apardı bölməyə. İş yoldaşlarımız arasında türklər də var idi. Hətta yolda da bizdən kimi görsələr tutub aparırdılar. Həmin gündüz gecə saat 4-ə kimi bizi orada saxladılar. Sonra bizi buraxdılar, amma Yaqubu buraxmadılar. Səbəb kimi isə Yaqubun ayaqqabısını şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşatmaqları göstərilib. Bıçaqlanma hadisəsini törədən Türkiyə vətəndaşı olub və o qaçıb. Bizi də Türkiyə vətəndaşı bilirlər və belə daşlayırlar. Artıq 36 saatdan çoxdur ki, Yaqub polis bölməsində saxlanılır. Küçələrdə də türklər buranı tərk etsin, türklərə ölüm şüarları ilə mitinqlər gedir. Dövlətimizdən kömək gözləyirik. Yaqub buraxılsın, onun heç bir günahı yoxdur. Statın sonu.